Hal-hazırda bugün Bəydilli kəndində şəhidimiz Ruslan Arifoğlu'nun 5-ci il dönümüdə Allah ruhunu şad eləsin. Amin. Allah istər var eləsin əmi. Şahin əmi var olasın. Allah səni var eləsin ki, sən dəyərləndirirsən, dəyərli qardaş. Var olasın. Allah şəhid atalarında salamat eləsin. Hamımızın başımız tacıdır. Allah Sağ ol. Bunu öpəndə sikmən çək. Allah həmişə üzünü güldürsün. Sağ ol Elşən əmi, var ol. Allah şəhidlərimizin namsayından arzu almasın. Sağ ol, sağ ol. Allah qadilərimizə kəbab versin. Var ol. Var olasın. Qarşıda baş ver. Millətimizi qorusun. Var ol, var ol. Sağ ol. Həyətə geçsin. Rafi əmi buyur. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bu balamızın da 5-ci il dönümünü. Gəlin bə. Allah bunun üçün salında bütün şəhidlərimizə rəhmət eləsin. Allah bunları imamsiyondan ayrı salmasın. Amin. Allah valideynlərinə böyük səbir versin. Amin. Onların da canı sağ olasın. Çox sağ olun, var olun. De. Allah balamızın 5-ci il dönümündən də ona rəhmət eləsin, yeri cənnətlik olsun. Allah atasının anasına səbir versin. Allah ordumuzu qorusun. Allah prezidentimizi qorusun. Allah bayrağımızı ən uca bayraqlardan eləsin. Amin. Sağ ol, sən də çox sağ ol. Allah köməyin olsun. Şirlandırsın. Sağ ol. Baş ödündən var ol. Nurəddin əmi. Allah bütün şəhidləri ruhunu şad eləsin. Arifin də bundan sonra qapısında sana yol göstərmək, həmişə onun qapısında toy qismət olur. Allah səni də canlı salamat. Sən çəkil şəfar etsən. Allah ömrü uzun eləsin. Çox sağ ol. Bundan da heç ona şey. Təşəkkür, var ol. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Bugün şəhidimiz Ruslan Arifoğlu'nun 5-ci il dönümüdə Allah ruhunu şad eləsin. Hal-hazırda şəhid ataları da ziyarətdədirlər. Allah şəhidimizin ruhunu şad eləsin. Gələn ayaqlarınız var olsun. Allah rəhmət eləsin. Sağ ol. Allah şəhidlərimizi rəhmət eləsin. Sağ olun. Var olun. Bugünkü gün xatirə günləri nəinki bayaq qeyd etdiyim kimi bu kənddə, bu ildə Azərbaycanımızın hər bir rayonunda, hər bir kəndində hər gün xatirə günüdür. Bütün şəhidlərimizi Allah rəhmət etsin. Gəl, Qərbələrimi gəl, Allah sizə var etsin. Baş. Vaxt dəqiqə fasilə verdik. Yəni, iki mövzu haqqında danışdık. Biraz çox vaxtımız var. Vaxtı da dəyərləndirək. Cəmiyyətimiz həqiqətən hoşuma gələn nüanslar görürəm. Həm ictimai xatirələr, həm adi insanlardan tutulmuş vəzifəli insanlar. Dini kəlamları ilə məhəbbətlə qulaq asırlar ki, və insanda gözəl təəssürat yaratır. Qərbələrimi necəsiniz, necəsiniz? Şadlıqlara gələsiniz. Yaxşısınız. Ya Allah. Yaxşı. Sakitliyə riayət eləyək qardaşım inşallah. 15 dəqiqə fasilə verdik. Bəsdir. Məclisimiz şəhadət məclisidir. Məclisimiz xatirə gecəsidir. Məclisimizin digər məclisdən fərqli deyil, bundan ibarətdir ki, biz burada saat 9-dan əyləşmişik. Bilirik hara gəldik, sizlər də bilirsiniz hara gəlir.